Bugün sizə ən aktual mövzu ilə gəlmişəm. Taxta qurdu. Suallar çox var ki, bəs o sonradan düşür və yaxud parketi yeyib mebellərə keçə bilərmi? Sonra deyən suallar da çox idi. Hə, biz nə vaxt bu mənzildə yaşayırıq, yox idi. Sonradan bu nöqtələri görməyə başladıq. Ən birinci evdə bu nöqtələr yaranır. Sonra material dağılıb belə püskünə qalır. Bu nöqtə yarandığı vaxtlarda ora yəni dərman lazımdır. Dərmanlamaq lazımdır. Və taxta qurdu materialın içində gəlir. Yəni o çöldən gəlmir. Aldığınız materialda o bəzən 5 ildə yaşayır, bəzən 15 ildə yaşayır. Və o qurd parketdən çıxıb mebellərə getmir. Onlar yəni bütün həyatlarını bu materialın içində keçirdirlər. Ta ki materialı yeyib tam faydasız bir hala salana kimi. Müalicəsi var, çarəsi var, yəni belə yox, belə yox. Belə nöqtələr vaxtı dərmanlama lazımdır. Və biz gördüyümüz hər işimizə 100% zəmanət veririk.